Herkese salam dostlar. Bugün Age of History Conquest'da modern dünyada Yapon imperatorluğunu qurmağa çalışacağım. Bölüm 2'deyik. Kanala like atmağı, abone olmağı unutmayın dostlar. Bildiyiniz kimi keçən bölüm biz bu hissələrə kimi gəlməmişdik. Buralardaydı. Bölümdən əvvəl işğal elədim. Buradakı xeylən bir ordu və takviyə dəstəyi göndərmişəm. Çinlərdən aramızı yaxşılaşdırıq hər ehtimala. Takviyəni göndərmişəm qabaq cəbhələrə və burada da 2000'lik bir ordumuz var ki, o da işğala eləyəcək. Bir xeyləm 40 min, 20 min ekonominin bəlkə də içindən keçdik ki, ordunu daha da gücləndirək. Ruslar da qabaq tərəfləri irəliləkdə bizi bir xeyləm gerilədiyinə görə, əlbəttə ki, takviyə ordunu göndərmək şərtidir. Baxaq görək, oradakı ordumuzu həll elədik. Hələ ki işğal edirik, yaxşıyıq. Yəni Rusların bu hissələrə kimi gəlməyinə kimi daha doğrusu. Düzdür, burada biz bir xeyli kömək lazım idi ki, bizə yaxşı şəkildə irəliləyək. Baxaq görək, indi bu tərəfdə də bir dənə ordu var idi ki, bura gətirməkdə məqsəd budur ki, 2000'lik ordu var idi, bayaq gəldi, çıxartma elədilər bizə. Sonra bir dənə də xəbər verim sizə, sağ tərəfdə bəlkə də görürsünüz. Azərbaycan İrana müharibə elan edib deyəsən. İran Azərbaycana müharibə elan edib. Yox, Azərbaycan İrana. Bundan da əlaqələr yaxşılaşdıraq. Azərbaycanla əlaqələr yaxşılaşdıraq. İranla da nə də olsa yeni bir sərhəd dövlətdə bəlkə doğdu. Məsələn Qazaxıstanla əlaqəmizi yaxşılaşdıraq. Deməli, növbəti tura keçək. Düzdür, bunların müttəfiqləri də hal-hazırda buradadır. 2000'lik ordu. Şimdi buradakı ordunu məğlub elədik, düzdür. Deyək ki, sülh imzalar çəkil, amma çəkilmək olmur da. Yəni mən ha deyirəm. Bura niyə qılmırıq? Kale, liman, gözləmə kulesi, heç biri. Da bura bunun torpağıdır. Buradan bu tərəfə gətirib sonra. 80 minlik bir ordumuz, 80 minlik ordu, mükəmməl. 9500 buradan irələtdirək, 17.000 də buradan. Deməli, içlərə doğru gedirik. Məsələn, paytaxtını tutmağa az qalır, Moskvaya çatırıq. 8000 də ordunu belə yarı-yarıya bölək. Bizim daxilimizdə bunun ordusu müttəfiqinin nə qədər ordusu var? 23.157. Bunun müttəfiqin çox da bir xeyri yoxdur əksinə. Buna bir zərəri var. Yəni 41-40 ordu nə kimi kömək edir, ola biləcək ki, sənin Rusiyaya. Onsuz da ki 41 dənə ordunu da saxlayırsan hal-hazırda bizdə. Sizdə mən Rusiyaya müharibə elan eləməkdən bunun ümumilikdə bütün müttəfiqlərinə hücum elədim. O da biraz pis oldu. Amma eybi yox. Məsələn da Qazaxıstan sərhədlərində qutarıq deyəsən. Yavaş-yavaş. Aha. Şimal okeanlardan da qovuruq ki, bura bir dənə takviyə göndərsəm mən. Buradan da biraz yarı hissəyə bölsək, amma arxa tərəfdən də bir ordu lazımdır ki, mən 30.000'i bölüm. Deməli 34.000'lik ordunun hamısını bura. Buradan bu ordunu tutduqsa, ümumilikdə 24.000 də buradan. Mən bununla sülh imzalamaq istəyirəm. Müharibənin çox da uzanmasının tərəfdarı deyiləm əslində. Çünki hər iki dövlət də zəif deyil. Mən yalnız bu torpaqları ver. Çox da bir şey istəmirəm. Bu torpaqlar. Bu. Pilus'dakı nə? Buradan bir iki şey də versəm bəsimdir. Ayşəqa bunları. Tələbləri göndərirəm. Yəqin ki, ümid edirəm ki, çox da qəbul eləməyəcəm söz. Yenə də bir ümid edirəm ki, qəbul elədik. İndi biz bu işğal elədiyimiz dövlətdən əlaqə quraq ki, da mənim Ruslardan işim olmayacaq. Ruslardan əlaqəni qururam. Rusların daxilində bir asilər meydana gəlir. Bu asi Azərbaycan irəliləyir. Halal olsun. Ona türklərdən düşməndir. İçindəki asi yəqin ki budur. Yəni Rusiya hal-hazırda bizdən nə qədər əslində dirəşlərim çox da torpaqlar deməyəm. Çünki razı olar. Dedim ki, çox da şey eləməyim. Bura bir dənə liman inşa edeyim. Buralara da. Daha doğrusu məsələn Yaponiya okeanlara çıxışı olan bir dövlət olduğundan hər yerə məsələn liman tikilməsi vacibdir. Oradan 2000 də ordusu da vardı. Başqa məmarda ordum var. Aysa buradakı ordunu da gətirim mən. Döyüşdə ən çox bizə kömək olan bu 1316 oldu.
heç bir işə, yəni heç bir daxili bir vəziyyətə qarışmayıb. Buradakı ordunu da gətirim mən bura. Ondan sonra digər ordum hardadır? Bunu da yenidən gətirim Tokyoya. Buradan da məsələn mən bir dənə ikmal kampı inşa edeyim ki, həm ordum lazım şəkildə. Məsələn, nə qədər ordu gətiriləcək? 33, 129 min ordu. Türkiyə bizə nə istəyir? Şuna qarşı koalisyonlar. Lazım deyil. Təzə çıxmışam mən də müharibədə. Onsuz mən müharibədə ilanlaya bilməyəcəm. Deməli, assimilyasiyonlar edək. Dedim axı mən onsuz Rusiya ilə əlaqəni qurdum. Yəni müharibə elədim, vəsə. Ondan sonra mənə lazımdır ki, Rusiya ilə birləşib bu səfər Çinin üzərinə hücum eləmək. Məsələn, mən hal-hazırda Yaponiya İmparatorluğu olaraq Rusiyadan bir torpaq almaq kimi bir dərdim var. Çinin necə Yaponiya, Tayland, Vyetnam, Malayziya yoxdur. İndi Şimali Koreya ilə də sərhədlərdəyəm. Mən bu işğal elədiyim ərazilərdə inşaatı eləyəcəm, amma birinci öz dövlətimdə işğal edim ki, limandır, biraz ekonomidir. Məsələn, 8-ci ilə kimi geriləmişik hal-hazırda biz. Amma niyə? Ekonomimiz 359-dur. Çox bərbadlıq bir vəziyyətə düşmüşük. Texnoloji vəziyyətdə, texnolojide yaxşıyıq. Mən də belə eləyim. Buradan yatırımlar eləyim. Ekonomim 359'dur. 1 milyon pulu sonra bir azalsın. Ümumilikdə sıfıra düşəndə baxım görüm nə qədər ekonomide artacam. 8 idim 7'ye qalxdım. Daha da artmağa çalışacağım ki, həmçinin ekonomisi güclü olan dövlət. Görürsünüz, məsələn biz təzəcə başlamışdıq deyə Rusiyaya hücum edir. Çox da bir şey eləyə bilmədim. Yəni gördünüz ki, ordunu gətirdim, ekonomi məsələn nə qədər ordu çıxartdım. Assimilyasyon olacaq bir ordu və yaxud da ki, nüfus mənfiliyə çökdü deyə ekonomimiz də normal olaraq çökməsi normaldır. Amma ki, əlbəttə ki, bunu azaltmışıqsa, əlbəttə ki, artıracaq. Bu bizə müharibə edən bir dövlət yoxdur hələ ki. 114 əyalətimiz var Yaponiya olaraq. Baxaq görək və vəsə. İndi 404'lər kimi çıxdı, mükəmməldir. Yatırımları biraz belə 15%'ə kimi gətirək. İndi bu qədər ordumuz var, 75.000 dukat. Texnoloji olaraq da birazdan inkişaf edəcəm. Məsələn, ekonomi büyüməsini avtomatik verək. Biz burada bir qanunlar da var idi, dövlət olaraq. Deyə bu qanunlar. Dünya ilişkilərini gəlişdirək, onu eləyək. Altyapı projeləri, onu eləyək. Məsələn, sağ tərəfdə artır. Bunu bir 20 eləyək. Üretim gəldi. Savaş proqnozunda da orada da bir 20 eləyək. Sonra qalan nə qədər qaldı? 11'dən. Elə bunun da hamısını buna verək vəsə. Ondan sonra məsələn bizdə bu 112 dənə işğal var. Bunu bir 50'yə gətirək. Bunu da bir 50'yə gətirdikdən sonra digər defansda da məsələn müdafiə lazımdır da bizi hücum edirlər deyə. Hücumu çoxaldaq. Onsuz da ki müdafiəmiz normaldır. 70'dir. Bunu 100'ə gətirib, bunu da bir 100'ə gətirsək, 50'nin 50'yə nə olmayacaq desəm? 2% yox. Buradan da Avstraliya ilə də əlaqələr lazımdır. Deməli, dövlət olaraq mükəmməl bir mövqedə deyil gəlir ki, 404.000 ekonomi. Məsələn, bizim Kuzey Kore 32, 76. 6-cı kimdir bizdən əvvəl sonrası. Meksikadır. Meksikanın nüfusu bunda nə qədərdir? 407. Biz nə qədərik? 404. Sonra İngiltərədir. İngiltərə 477. Rusiyadır. Rusiya hələ 530 müharibə eləyir. Amerika. Sonra Çində nə qədərdir ekonomi? 193. Biz elə birinci məhz Çini həll eləməliyik ki, ekonomisini keçməliyik. Sonra digər dövlətləri işğal eləməliyik. Yaxınımızdakı rəqibimiz belə bizdən güclüdür. Deyə Kuzey Kore'də bizdən əlaqə qurur. Sonra onda bugünlük bölümümüzü bu qədər eləyək. Kanala like atmağı, abunə olmağı unutmayın. Gələn bölümlərdə görüşmək üzrə dostlar. Sağ olun.